olmasın. Bunu qorunmaya almalıyam sənədi. Parola qoymalıyam. Bu iki növdə olur. Bir var, parola qoyuram, heç kim aça bilmir ümumiyyətlə, parolu bilməyən şəxs. Bir də var ki, parolda olsa belə aça bilirsiniz, amma heç nə dəyişə bilmirsiniz. İki növdür. Gəlirik fayla. Əslində reviewda da eləyə bilərik. Sadəcə bura biraz qarışıqdır, ona görə hamısını fayldan izah edəcəm. Faylda var. Faylda info. Burada var protect document, sənədin qorunması. Biri var password. Dediyim kimi sənəd ümumiyyətlə açılmır. Parol yazmasa sənəd açılmayacaq. Gəlirəm bura, parol qeyd edirəm. 1, 2, təsdiqləyirəm, yenə parol yazıram. 1, 2. Baxın, sarı oldu. Yəni paroldadır. Mütləq save vurmalıyam ki, bu formada yaddaşda qalsın. İndi bu sənədi bağlayıram. İndi bu sənədi təzədən açmaq istəyəndə, baxın, parol istəyəcək məndən. Gərək parolu yazın, ondan sonra açılsın. Kimə də açsam parol istəyəcək. Parol bilməsəz açılmayacaq. Paroldan çıxmaq üçün aktivdirsə paroldadır. Gəlirəm bura, yenə passwordu seçirəm. Buradakını sıfırlayıram, silirəm. Bu heç nə olmasın. Все. Bu şəkildə save vurdum, artıq paroldan çıxdım. Daxil olunda məndən parol istəməyəcək. Bir də var dediyim kimi, kiməsə göndərirəm, baxa bilsin, açılsın, amma heç nə dəyişə bilməsin. Gəlirəm yenə infoya. Burada restrict editing var. Redaktənin məhdudlaşdırılması. Gəlirəm bura, belə bir pəncərə açılır. İkincini seçirəm. Yəni, dəyişikliyə icazə olmasın. Ancaq oxu üçün istifadə olunsun. Yes, startı vururam. Parol yazıram. 1, 2, 3. Parolu təsdiqləyirəm. 1, 2, 3. Все. Okey, vurdum. İndi mən bunu kimə göndərsəm? Baxın, bu sözü silə bilmirəm. Delete vururam, silinmir. Baxın, bunların heç biri aktiv deyil. Nə ölçünü dəyişə bilmərəm, nəsə əlavə eləyə bilmərəm. Heç nəyə icazə yoxdur. Siz ancaq, yəni bunu bu şəkildə yaddaşa saxlayıb kiməsə göndərsəm, ancaq bunu oxuya bilər. Başqa heç nəyə müdaxilə edə bilməz. Amma parolu bilirsə, hə, təbii ki, eləyə bilər. Yenə gəlirik fayla, info, restrict editing, burada stop vururam. Stop protection. Parolu qeyd edirəm, avtomatik paroldan çıxır. İndi aktivdir, istədiyiniz əməliyyatı yerinə yetirə bilərsiniz. Bu qorunmadır. Sənədin qorunması, redaktərini məhdudlaşdırmaq. Sonra başqa faylda infoda sənəd haqqında məlumatlar var burada. Sənəd ölçüsünə qədər neçə səhifədir, neçə sözdür, neçə dəqiqəyə hazırlanıb, belə deyək, nə vaxt dəyişilib, nə vaxt yaradılıb, yazıcısı kimdir, yəni hansı kompüterdə, hansı adda hazırlanıb və s. Sənəd haqqında bütün məlumatlar burada var. Open yaddaşda olan sənədi açır. Yəni əvvəlcə biz bundan qabaq Word-də hansı sənədlərlə işləmişik, hamısını burada göstərir. Bugün, keçmişdə və s. Maksimum burada 50 dənə sığışır. 25-50 arası. New yenisini yaradır, bayaq dedik Ctrl-N. Save yaddaşda saxlayır. Save as adını dəyişir yaddaşda saxlayır. İkinci formada, ikinci bir tipdə. Bizdə Word kimidir. Mən indi PDF-ə çevirmək istəyirəm. Gəlirəm Save as-ə, seçirəm ekranda dəyişsin. Və burada PDF-i seçirəm. Adı qeyd edirəm, elə adı olsun Excel, PDF şəklində olsun. Ekrana düşsün. Seçirəm desktop. Bu şəkildə. Avtomatik bu sənədi PDF formasında da yaddaşda saxlayacaq. Baxın, formasında da Word olduğu kimi qalacaq. Bir də əlavə PDF-ə salacaq. PDF ilə Word-ün fərqi nədir? Word proqram sənədində olur. Yəni Word-də biz nəsə yazırıqsa, istər Word olmasın, Excel olsun, PowerPoint olsun, kiməsə atanda nəsə düzəliş eləyə bilər. Amma biz istənilən sənədi PDF formasına salırıqsa, onu düzəliş eləmək olmur. Adətən nəyisə çapa verəndə də bəzən olur da, Word-də nəsə hazırlayırıq, çapdan çıxanda baxarıq ki, əyri çıxıb. Əslində düz eləyəndə əyri çıxmır. Yəni əgər bütün kriteriyalar üst-üstə düşürsə, Word-dəki ilə printerdəki əyri çıxmır. Prosta bəzən olur ki, nəyisə bilmirsiniz ya nəsə. Baxırsınız ki, vərəqdə boşluq çox qalıb, yazın biri o biri tərəfə keçib, şəkil sürüşüb və s. Ona görə yaxşısı budur, PDF-ə salın, ondan sonra kiməsə göndərin. Baxması üçün, çap eləməsi üçün və s. Çünki PDF elədir ki, necə görürsünüz, eyni formada çıxacaq. Amma Word-də mən tutaq ki, Word-ün yeni versiyasını yazıb sizə göndərmişəm A4. Sizin kompüterinizdə vərəq ölçüsü A5-dir. Avtomatik dəyişəcək. A5 kiçikdir axı. Bunu deyim ki, yəni A5 A4-ün yarısı qədərdir.
ən kiçik A5-dir, sonra A4-dür, sonra A3-dür, A2 bu şəkildə. Rəqəmlərin sayı kiçildikcə vərəqlərin ölçüsü böyüyür. Hə, əgər susmaya görə sizdə vərəq ölçüsü fərqlidirsə, məndə fərqlidirsə, mən sizə göndərəndə sizdə biraz fərqli görünə bilər. Və yaxud da eyni anda kiməsə, tutaq ki, telefonla kiməsə göndərirəm, çox hallar olub. Telefonda açırlar Word, deyirlər ki, şəkil sürüşüb. Şəkil sürüşməyib, əslində sadəcə telefonda birbaşa Word proqramının özündə açmır, sənəd kimi açır, dokument kimi və orada A4 ölçüsü deyil, ümumi ekran ölçüsü kimidir. Ona görə ölçülər üst-üstə düşmür deyə yazılar filan başqa formada görürük. Yaxşısı budur ki, PDF-ə çevirib elə ataq. Çap eləyəndə də kiməsə göndərəndə PDF formasında. Həm də ki, heç nə düzəliş eləyə bilməsinlər. Yox, əgər kiməsə atırsınızsa ki, düzəliş eləyəcək, hə, o ayrı. Onda Word formasında atmalısınız. Bir də var ki, tutaq ki, PDF formasında əlinizdə nəsə material var. İstəyirsiniz ki, oradakı yazılardan istifadə edib özünüzə material düzəldəsiniz, konspekt düzəldəsiniz. PDF-dən kopyalamaq biraz çətindir. Çünki PDF-dən kopyalayanda bəzən əgər xarici dildədirsə, onu gərək tərcümə eləyəsiniz və yaxud da, məsəl üçün, mən burada yazını kopyalayıb atsam Word-ə, düzdür, seçilir. Amma hamısı bu ölçüdə gəlməyəcək. Bunun kimi yazılmayacaq. Qarışıq yazılacaq ya yanaşı ya alt-alta ölçülər buradakı kimi olmayacaq. Amma mən bunu Word-ə çevirsəm təzədən, o zaman elə necə var o şəkildə kopyalaya bilərəm. Bunu da geri Word-ə necə çevirirəm? Elə Chrome-da yazırsınız PDF to Word. Gəlir orada müxtəlif linklər gəlir. Onlardan istifadə edə bilərsiniz. Pullu, pulsuz versiyaları var. Təbii ki, limit sayı var. Məsələn üçün keçmişdik onlayn dərsdə. Zoom-da, Google Meet-də pullu, pulsuz versiyaları, misal üçün iştirakçı sayına görə dəyişirdi. Pulun miqdarı da. Burada da səhifə sayına görə dəyişir. Əgər səhifə sayı çoxdursa, təbii ki, PDF-i Word-ə çevirmək vaxt tələb edir, güc tələb edir. Ona görə pullu versiyada olur o. Amma səhifə sayı azdırsa, 10 səhifə, 3 səhifə, 5 səhifə, bunu rahatlıqla Word-ə çevirə bilir. Bir dənə yeganə əgər PDF-də cədvəl varsa, Word-ə çevriləndə biraz qarışa bilər. Amma normal bu yazıdırsa, bunsuz da Word-də hazırlanıb. Mən internetdə elə o saytlardan istifadə edib linklərdən bunu rahatlıqla Word-ə çevirə bilərəm. Sonra bir də qaldı burada bizdə faylda print, çap. Çap eləmək. İlk öncə burada kopya sayısını qeyd edirik. Neçə kopya lazımdır? Tutaq ki, deyək ki, 3 kopya lazımdır. Hansı printerə qoşulub? Burada hansı printerə qoşulubsa, avtomatik adı qeyd olunur. Bunda proqramist eləyir. Yəni, o artıq sizlik bir şey deyil. Proqramist özü əlaqələndirir kompüterlə, ya USB vasitəsilə, ya da printerlərin Wi-Fi olur. Printerlərin Wi-Fi-nə qoşulursunuz. İstər telefonda, istər kompüterdə Wi-Fi yerinə printerin Wi-Fi-ını və parolunu qeyd edirsiniz. Elə bir ki, printerin Wi-Fi-nə qoşulmuş olursunuz internetinə. Avtomatik onda nə istəsəz şəkil, yazıdır, sənəddir, cədvəldir, fərq yoxdur. Çap etmək əmrinə vurduqda avtomatik printerdən çıxacaq. Əslində, ən rahatı Wi-Fi-nə qoşulmaqdır. Sadəcə, bəzən printerlərdə Wi-Fi-də set zəif olur. O da indi təbii ki, qiymətə görə dəyişir. Amma ən rahatı odur. Ya da USB vasitəsilə, kabel vasitəsilə qoşulursunuz. Avtomatik onda printerin adı çıxır. Sonra print all page bütün səhifələri çap etmək. Baxın, 2 səhifədə 2 səhifənin ikisini də çap edəcək. Yox, əgər yazsam bir, ancaq bir çap eləyəcək burada. Məsələn, deyək ki, 10 səhifəlikdir, 1-5 yazıram, 1-dən 5-ə kimi. 5 daxil, 1, 2, 3, 4, 5 hamısını çıxaracaq. Məsələn, 1,5 yazsam, ancaq 1-lə 5-i çapdan çıxaracaq. Print one side, bir üzdü çap. Yəni, vərəqin bir üzündə çap olacaq. 2 səhifədirsə 2 vərəq lazımdır. Bir üzündə bu yazı olacaq, arxası üzü boş. O bir vərəqin bir üzündə bu yazı, arxası üzü boş. Collected, uncollected. Bunu adətən collected saxlayırıq. Heç uncollected etməyə ehtiyac yoxdur. Bu kopyalanmanın sayına görə dəyişir. Misal üçün 3 kopya yazılıb və 2 səhifədir. Collected olanda bu 2 səhifənin ikisi də çıxır, sonra ikinci kopyası çıxır, sonra üçüncü kopyası çıxır. Amma uncollected eləyəndə birinci vərəqdən 3 dənə çıxır, ondan sonra keçir ikinci vərəqə. Yəni ona görə dəyişir. Amma adətən collected eləyirik ki, PDF-i tam çıxardaq, əldə eləyək, ondan sonra kopyasını başlayaq. Portret albom istiqaməti bayaq keçdik, layoutda eynidir. Vərəqin istiqaməti, daha doğrusu ölçüsü və vərəqin kənar boşluqları.
Bir də son olaraq burada var ki, bir səhifəyə neçə səhifənin məlumatı sığışsın. Normalda bu bir vərəqdir, bu ikinci vərəqdir. Amma mən burayı ikincini seçsəm, bu ikincini. Elə bilin ki, bu iki vərəq yanaşı çap olunacaq. Bir A4 albom formasında yarı bölünəcək. Sol tərəfində bu yazı, sağ tərəfində bu. Universitet kitablarında olur, çap eləyəndə adətən albom formasında olur. Çevirik, hər səhifədə iki səhifənin məlumatı. Onun kimi. 16-ya kimi gedir. 16 artıq çox kiçikdir. Fikirləşin ki, 16 dənə səhifənin məlumatı bir səhifədə çıxıb xırda-xırda 4-4-4-4 bölüb. Şpaqaq ölçüsüdür bu, çox xırdadır. Qəbz ölçüləri falan olur. Çeklər o formaya gəlir, çıxır. Amma ən çox istifadə edəndə 2-dən istifadə edirik. Və sonda da bütün bunları yoxladıqdan sonra print əmrinin üzərinə vururuq ki, avtomatik çapdan çıxır.